İslam dininin Qur'an-ı Kerimdən sonra ikinci dəlili sünnə adlanır. Sünnə dedikdə Allah Resulü Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləmin dedikləri, etdikləri və qərarları nəzərdə tutulur. Yəni Peyğəmbər bir məsələ haqqında bir söz deyirsə və ya bir əməl edirsə və ya bir məsələdə qərar verirsə, bunların hər biri üçünə sünnə deyilir və sünnə İslamda Qurandan sonra dəlil olaraq ikinci qəbul olunur. Və onu da qeyd edək ki, Peyğəmbərdən nəql olunan o kəlamlar ki var, onların toplumuna hədis deyirlər. Yəni Peyğəmbərdən nəql olunan o kəlamlar hədis adlanır və biz bilirik ki, Peyğəmbərdən nəql olunan hədislər İslam şəriətinin müxtəlif sahələrini əhatə edir. Yəni İslamı əhatə edir. İstər fiqhi məsələlərdə olsun, namaz, oruc, xum, zəkat, cihad, bu kimi fiqhi mövzular olsun, istər də usul-i-dinlə, yəni təvhiddir, nübüvvətdir, imamətdir, məaddir, bununla bağlı olan hədislər olsun. Yəni bunların hamısına hədis deyilir və hədis də Qur'an-ı Kərimdən sonra ikinci olaraq dəlil qəbul olunur.